Gününüz xeyirli olsun uşaqlar. 8-ci sinif şagirdləri üçün kiçik summativ qiymətləndirmə 6-nın B variantının izahını paylaşmış olacaq. Xatırladım ki, bu kiçik summativ qiymətləndirmə sonuncu summativ qiymətləndirmədir. Birinci suala baxaq. Buxarın mayeyə çevrilməsi hadisəsi necə adlanır? Əlbəttə ki, buxarın mayeyə çevrilməsi adlanır kondensasiya. Xüsusi ərimə istiliyinin vahidi hansıdır? Xüsusi ərimə istiliyi lambdanı işarə olunur. Lambda bərabərdir Q bölünsün M. Bu da edir joule bölünsün kiloqram. B variantı. Yanacağın daxili enerjisini mexaniki enerjiyə çevirən qurğu necə adlanır? Bəli, bu istilik mühərriki adlanır. Yəni, daxili enerjisini mexaniki enerjiyə çevirən qurğudur. Buzun xüsusi ərimə istiliyi 330 min joule bölünsün kiloqramdır. Bu o deməkdir ki, kütləsi 1 kiloqram olan buzu 0 Selsi temperaturda əritmək üçün ona 330 min joule bölünsün joule istilik miqdarı vermək lazımdır. Yəni D variantı. 5-ci suala da baxaq. İstilik mühərrikində işçi cismin vəzifəsi nədir? İstilik mühərrikində işçi cismin vəzifəsi daxili enerjini mexaniki enerjiyə çevirməkdir. Doğru cavab A. Buxarlanmanın sürəti nədən asılıdır? Buxarlanmanın sürəti həm mayenin temperaturundan, mayenin səthinin sahəsindən və mayenin növündən asılıdır. Yəni hər üçündən. Dördtaxtlı daxili yanma mühərrikinin iş dövrü hansı ardıcıl girişindən ibarətdir? Birinci sormadır, sonra sıxılma, iş görmə və xaric etmə. D variantı. Q1 minus A faydalı ifadəsi ilə hansı fiziki kəmiyyət müəyyən olunur? Bax, A faydalı bərabərdir Q1 minus Q2-yə. İndi buradan Q1 minus Q2-ni tapsam, Q1 minus A faydalı bərabərdir Q2-yə. Yəni, Q2-ni müəyyənləşdirir. Bəs Q2 nədir? Q2 biz bilirik ki, soyuducunun aldığı istilik miqdarıdır. D variantı. 9-cu suala baxaq. Kütlələri bərabər olan maye, polad, dəmir və misin kristallaşma temperaturlarından ayrılan istilik miqdarlarını müqayisə edin. Deməli, hansının lambdası çoxdursa, demək ki, ona daha çox istilik miqdarı sərf olunacaq. Lambdası az olana isə daha az istilik miqdarı sərf olunacaq. İndi baxırıq ki, burada ən çox hansındadır ki? Dəmirdədir. Deməli, dəmir ən böyükdür. Sonra mis gələcək. Daha sonra polad. Doğru cavab A. Cismin kütləsini 3 dəfə azalsaq, xüsusi yanma istiliyi necə dəyişər? Ümumiyyətlə, xüsusi yanma istiliyi, xüsusi ərimə istiliyi, xüsusi buxarlanma istiliyi, bunlar heç nədən asılı deyil. Yəni dəyişməz. Şəkildə dördtaxtlı daxili yanma mühərrikinin silindrin kəsiyi təsvir edilmişdir. Alışma şamı hansı rəqəmlə göstərilib? Bax, alışma şamı budur. 1 rəqəmi ilə göstərilib. Doğru cavab A. Şaxtalı havada pəncərə şüşələrində qrovun əmələ gəlməsi hansı hadisədir? Qrovun əmələ gəlməsi əlbəttə ki, buxarın birbaşa mayeyə keçmədən bərkə keçməsi, yəni desublimasiya hadisəsidir. 13-cü sual. Şəkildə kristalın əriməsinin temperaturu zaman qrafiki verilir. Kristalın yalnız ərimə prosesi qrafikin hansı hissəsinə uyğundur? Ərimə. Yalnız ərimə deyirsə, əlbəttə ki, fərqli rənglə gəl göstərək. 1 və 3 aralığındadır. 2 və 3 aralığında daha doğrusu. 2, 3 o da B variantındadır. Davam edək 14-cü sualla. Sobadakı 20 kiloqram odunun 60% yanan zaman ayrılan istilik miqdarını hesablayın. Əvvəlcə biz burada 20%-in hesablamalıyıq ki, neçə kiloqram odun edir? 20 vurulsun %60. Bərabərdir. İxtisarlarımızı aparsaq edəcək 12 kiloqram. Deməli, 12 kiloqramı yanıbmış. İndi buradan Q-ni hesablasaq, Q bərabərdir Q vurulsun M. O da bərabərdir 10 üstü 7 vurulsun 12. O da edəcək 12 vurulsun 10 üstü 7 joule. 15-ci sual. İstilik mühərrikində işçi cismin qızdırıcıdan 1,2 vurulsun 10 üstü 7 joule enerji alır. Yəni,
Q1 bərabərdir. Qızdırıcıdan alır. 1,2 vurulsun 10 üstü 7 joule. Soyuducu isə 9,6 vurulsun 10 üstü 6 joule enerji verir. Yəni Q2 bərabərdir. 9,6 vurulsun 10 üstü 6 joule. Gəl bunun üstlərini bərabərləşdirək. Olsun bu 12 vurulsun 10 üstü 6. Bu da qalsın öz yerində. İndi bizdən faydalı şəmsalını soruşur. Faydalı şəmsalı bərabərdir. Q1 minus Q2 bölünsün Q1'ə. Bu da bərabərdir. Q1'imiz nə qədərdir? 12. 12 vurulsun 10 üstü 6 çıxılsın. 9,6 vurulsun 10 üstü 6 bölünsün 9,6 vurulsun 10 üstü 6'ya. Və vurulsun əlbəttə ki 100% öz yerində. Bu edəcək 2,4. 10 üstü 6 bölünsün 9,6 vurulsun 10 üstü 6 ixtisarımız gedir. Bu da ixtisar gedir. Burada qalır 4 vurulsun 100% fikrimizdən çıxmasın. 100 ilə də 4 ixtisar gedəcək 25%. Demək ki, faydalı şəmsalı 25%-a bərabər oldu. Və 16-cı sual, ərimə temperaturunda götürülmüş 2 kiloqram polada 41 kilojoule istilik miqdarı verməklə onun hansı hissəsini əritmək olar? M bərabərdir 2 kiloqramdır. 41 kilojoule istilik miqdarı verməklə biz əvvəlcə hesablayaq ki, nə qədər kütləni əritmək olar. Q bərabərdir lambda vurulsun M düsturundan. Buradan M'i tapsaq, Q bölünsün lambdadır. Q'miz nə qədərdir ki? 41 vurulsun 10 üstü 3 bölünsün lambda isə 8,2 vurulsun 10 üstü 4'dür. Bunu ixtisar aparsan 41 vurulsun 10 üstü 3 bölünsün 82 vurulsun 10 üstü 3'ə. 10 üstü üstlər ixtisar getdi. 41 ilə də 82 burada qaldı 2. Yəni 0,5. M kütləli yükün, yəni 2 kiloqram yükün 0,5 hissəsi əridi. İndi bizdən soruşur hansı hissəsi, yəni hissəsini bizdən soruşur. Ona görə də 2-ni bölərəm ya da 0,5'i bölək 2'yə. 0,5'i bölək 2'yə. Bu da edəcək 4'də 1. Yəni 4'də 1 hissəsini əritmək mümkün olar. Belə bu qədər. Bu şəkildə sizinlə bütün sualların izahını paylaşmış olduq.